Sizi Bakıxanov qəsəbəsindən Razindən salamlayıram. Çox gözəl bir yerdə. Arablinka yolunda, yəni ərazidə yaşayanlar bilir. Asan xidmətə gedən yolun üstündə. 3 sota yaxın torpaq sahəsi var. Belə bir geniş həyəti, bacası, ev sahibi özü üçün yəni necə lazımdır şərait yaradır. Bura evin qapıdan giriş hissəsidir. Kim alsa Allah xeyir versin, həqiqətən çox qəşəng yerdir. Videonu axıra qədər izləyin. Çox gözəl, tam şəraitli bir evdir. Və bura dostlar, evi deyim, bu ev 6 daş kürsülüdür. 3 otaq, 110 kvadrat. Torpaq sahəsi də dediyim kimi 3 sota yaxındır. Və burada ev sahibi belə bir əldan düzəldib özü üçün. Çöl tərəfdən də girişi var. Əlavə veşləri yığmaq üçün. Banka, yəni əlavə kimin nə veşi varsa rahat yığa bilər. Burada bir dənə operatorumuz göstərsin. 3 tonluq su çəni. Və yerdə 3 tonluq su çəni. Burada dostlar su daimidir. Qazdır, işıqdır, sudur, daimidir. Sadəcə əlavə deyən qoyub birdən ehtiyac olarsa, yəni su çənimiz də var. Yəni buranın yayqış mətbəxti də eləmək olar. Qabağını bağlayıb, kim istəsə belə bir mətbəx də eləyə bilər, yayqış. Hal-hazırda ledli mətbəx. Çöldə bir dənə sanuz eli, və belə bir sanuz elimiz çöl üçün. Kombi. Evin yan tərəfinə də fırlanmaq mümkündür. Kombi də yan tərəfdə yerləşdirilir. Deməli dostlar, qiymət bu videonu axıra qədər izləyin, həqiqətən qiyməti də çox münasibdir. Ərazi Bakıxanov qəsəbəsinin dediyim kimi ən yaxşı yerlərindən biridir. Asan xidmətə gedən yolun üstü, bütün ətraf hamısı həyət evləri, villalardır. Hündür mərtəbəli bina yoxdur. Yəni evin həyətinə baxacaq, hündür mərtəbəli bina yoxdur. Bir dənə videonu axıra qədər izləyin, inşallah çox maraqlı bir təqdimatla qarşınızdayıq. Qiymət də çox münasib inşallah. Evimizin daxilindən dostlar təqdimata davam edirik. Bax, bura mənzilin xol hissəsidir. Hündürlük 3 metrəyə yaxındır. Bir dənə operatorumuz qarşı tərəfdə göstərsin, qapıdan giriş hissəsi. Zalı istəyirəm göstərim dostlar. Belə bir geniş zalımız var. Onu da qeyd edim ki, əziz dostlar, ev boşa daşla inşa olunur. Yəni tək daş deyil. O belə hardasa 25 kvadrat, 23 kvadrat ölçüləri olan geniş zalımız var. Yəni qarşı tərəfdən də göstərir qardaş. Müştərilərimiz görsün tam ətraflı. Zalın daxilindən mətbəxdə girişimiz var. Mətbəxdə də göstərək də. Mətbəx meyvəli yığılıb, hazır, yaşayışlı, şəraitli bir ev. Yerləşmə yerində demişəm, əziz dostlar, Razində çox gözəl bir yerdə yerləşir. Belə bir sanuzel, sanitar qovşağımız tam şəraitli vəziyyətdir. Evin istili sistemi kombidir, qaz, işıq, su daimidir. Bura belə bir yataq otağımız, ölçüləri olduqca normal, yaxşı, yəni gördüyünüz kimi dolabıdır, kravatları da hamısı yerləşir. Pəncərələr də plastikdir, reşotkası da qoyulub dostlar. Razində çox gözəl bir yerdə yerləşir. Təmiri çox gözəldir əziz dostlar. İndi isə növbəti yataq otağını sizin üçün təqdim edəcəm. Dəyərli izləyicilərim, valideyn yataq otağıdır, ölçüləri hardasa 16-17 kvadrat. Burada da digər otaqda olduğu kimi pəncərə plastik, reşotkası qoyulur. Yəni ev tam şəraitli evdir əziz dostlar. Yəni operatorumuz göstərsin. Ətraflı olaraq evi sizin üçün təqdim etdik. Kim alsa Allah xeyir versin. Həqiqətən indiki bazar üçün evimizin qiyməti çox münasibdir. Qazı, işığı, suyu, stil sistemi, kombi, yəni Wi-Fi-na qədər hər bir şərait olan bir evdir. Evin yola, yəni əsas yola olan məsafəsi hardasa 200 metr maksimum. Yəni asan xidmətə gedən yolun üstüdür, Arablinka yolu, Razində yaşayanlar, Bakıxanovda yaşayanlar bunu, yəni bu ərazini yaxşı tanır. Marşrut xəttinə cəmi 200 metrlik məsafəsi var. Ətraf dediyim kimi hamısı həyət evləri, villalardan ibarətdir. Dostlar, bu evin sənədləri ilə bağlı maraqlansanız, sənəd, hal-hazırda evin sənədi, bələdiyyəsi, Allah xeyir versin, qiymət münasibdir dəyərli izləyicilərim. 3 sota yaxın torpağı var, dediyim kimi, 6 daş kürsülü, 3 otaq, 110 kvadrat metrli evdir. 155 min manat. Real alıcı olarsa, ev sahibi tərəfdən çox cüzi endirim olunacaq. Buyurun, zənginizi gözləyirik, əlaqə saxlayın, nömrəmiz səhifədə var. Sağ olun, var olun.